Salam dəyərli şagirdlər, bu günləri 9-cu siniflər üçün keçirilən buraxılış imtahanının qrammatika suallarına baxacağıq. Hər birinizə ilk öncə uğurlar arzulayıram. İlk öncə 13-cü sualdan başlayırıq. Burada xəbər mübtəda ilə ulaşmasıdır. Language coaches burada söz birləşməsində ikinci tərəf cəmdə olduğuna görə köməkçi fe'llər cəmləri götürürük. 2, 3, are, were olacaq. Is, was təkdə olduğu üçün götürmürük. 14-cü sualda conjunction'da bağlayıcıdır. The post office, the bank was open. Either nor deyilən bağlayıcı yoxdur. Either or var. Neither or yox, neither nor olmalıydı. D variantında both or yox, both and olmalıydı. Y variantında da neither nor düz işlənib. C variantında da not only da but also ilə işlənir. Nəinki həmçinin deməkdir. Yanlış işləndiyinə görə C-ni də çıxardırıq. Düzgün variantımız neither nordur. Nə poçt, nə də ki bank açıq deyildi. 15-ci suala baxırıq. 15-ci sualda I don't think you burada olacaq. Düzgün cavab will be able çünkü burada modal fiillər, düzgün modal fiili seçməliyik. A variantı haven't səhvdir çünki haven't yox, don't have to, have to'nun inkarı don't have to'dur. D variantı səhvdir, will be able to, will be able to olur. Should burada to ilə işlənmir, ona görə yanlışdır. B variantında won't, B'si çatmır, ona görə yanlışdır. Deməli, düzgün variantımız olur 15-də C variantı, will be able to. 16-cı suala baxırıq. 16-cı sualda zamanla əlaqəlidir. Last month, keçən ay deməkdir. Keçmiş zamana aid olduğuna görə, keçmiş zamanın zaman zərfi olduğuna görə düzgün variant kimi D-ni götürəcəyik. Did spend olacaq. A variantı will gələcəyə aiddir. B variantında are spending indiki davam edicidir. C variantı have spent indiki bitmiş. Y variantında do spend indiki zaman. Last month'a görə biz burada did spend'i götürürük. 17-ci sualda əvəzliklərlə əlaqəli bağlı sualdır. I like trousers. Trousers sözü cəmdə olduğuna görə işarə vəzliyi biz burada cəmi götürəcəyik. Ya this, ya those olacaq. D-nin Y-ni rahat çıxardırıq. Qalır A, B, C variantı. Və digər tərəfdə color sözünə baxırıq, rəng. Deməli, orada bir elə vəzlik qoymalıyıq ki, ilk adını çəkdiyimiz isimlə əlaqəli olsun. Trouser sözü cəmdə olduğuna görə, deməli, biz ikinci tərəfdəki də əvəzliyi cəmdə verməliyik, amma aslı formada. Ona görə düzgün variantımız olur B variantı. These, digər tərəf isə Z. Çünki trouser cəmdə olduğuna görə biz təkdə deyil, cəmdə götürürük. Ona görə düzgün variantımız 17-də B variantı olur. 18-ci suala baxırıq. Burada opposite meaning, yəni əks mənalı sözləri seçməliyik. Begin, start, hər ikisi indiki zamandadır. See, hear, görmək, eşitmək. C variantında enter, visit, daxil olmaq, səfər etmək. B variantında forget, remember, unutmaq, xatırlamaq. Deməli, düzgün variantımız B-dir. A variantında agree, accept, razılaşmaq, qəbul etməkdir. Düzgün variantımız B. Forget və remember. Unutmaq, xatırlamaq, yadda saxlamaq. 19-cu sualda the person who is head of a school. Burada da məktəbin başçısı olan şəxs adlanır. Principal, direktor, spy, casusdur. C variantında operatordur. D variantında hairdresser, bərbərdir. Qadın saç ustası nəzərdə tutulur. Y variantında lawyer, hüquqşünasdır. Düzgün variantımız B variantı principaldır. 20-ci sualda isə bu ayrıcı sualla əlaqəli sualdır. Do you have long legs? Burada digər marallar cəmdədir, artiklı yoxdur. Artıq ayrıcıda ikinci tərəfin cəmdə götürəcəyimizi əmin oluruq burada. Ona görə A, B, C-ni çıxardırıq və to have fe'li var olmaq, malik olmaq mənasında sualı inkarı do-does-la verilməlidir. Əgər orada biz fe'l sifədikini görsəydik, o zaman have-lə verərdik, have-lə verməlidik. Amma burada to have fe'li var olmaq, malik olmaq kimi tərcümə olunduğuna görə, yəni işləndiyinə görə daha doğrusu, ona görə biz orada do-does-dan istifadə edəcəyik. Ayrıca sualda birinci tərəf təsdiqdə olanda ikinci tərəf inkarda olur. Ona görə orada don't, Z kimi düzgün variant D variantını götürəcəyik. Həm də digər sözü cəmdə olduğuna görə əvəzliyi cəmdə götürürük. Don't, Z. 21-ci suala baxırıq. 21-ci sualda sözlərin mənasına görə düzgün uyğunlaşdırmalıyıq. Exhibition sərgidir, desət şirniyyatdır, desire isə arzudur, istəkdir. A strong wish, wish'i gördük, deməli düzgün burada 3-də
3-də olacaq. Desire-də A, 3-ə A-nı götürürük. Strong wish-də deməli 3-ə A-nı götürdük. Sonra desert şirniyyatdır. Yeməyin sonunda yeyilən yeməkdir. Deməli onu da götürdük. 2-yə çox üzr istəyirəm. 2-yə B-ni götürdük. Exhibition isə sərgidir. Onu da götürdük C variantının. 22-ci suala baxırıq. 22-ci sualda düzgün söz onu qoymalıyıq. Burada da çarpayının üzərində uzandığımıza görə, ona görə düzgün variant kimi sözünü D variantını götürəcək. Late on olacaq. O evə çatan kimi çarpayının üzərinə uzandı. 23-cü sualda isə düzgün artiklı yerləşdirməliyik. Birinci tərəfdə old friend-i görürük. O friend ümumiyyətlə isim sayıldısa artikel silinə bilməz. Ona görə bütün variantlarda baxırıq, onsuz da artikel verilir. B variantını çıxardırıq. Çünki friend orada sayılırsa artikelsiz götürə bilmərik. Və burada da təsvir elədiyimizə görə mən köhnə dostumla görüşdüm. N artikelini qoyacaq, E artikelini yox. Çünki tələffüzə görə biz artikeli yerləşdirməliyik. An old friend oldu. Digər tərəfdə isə yer zərfi funksiyasında işlənəndə in the street küçədə. Orada da deməyənli artikelini qoyuruq. Olur düzgün variant C variantı. 23-də C variantı. 24-cü suala baxırıq. 24-cü sualda məhsul növü tapmalıyıq. Someone stole his suitcase a few days ago. Burada kimsə onun çantasını bir neçə gün əvvəl oğurlamışdı. Məlum növdədir. Məhsul növə çevirmək üçün məlum növü mübtədası someone atılır və birinci tamamlıq his suitcase, yəni feildən sonra gələn tamamlıq gəlir cümlənin əvvəlinə his suitcase. Və cümlədə stole sözü görürük keçmişdən, onun indiki zaman forması isə stilldir. Və biz keçmişdə olduğuna görə keçmiş zaman məhsulda was və ilə düzəlir. Ona görə düzgün variant kimi götürəcəyik. His suitcase was stolen a few days ago. Düzgün variant A variantı. Yeniyə çıxdı. Çünki to be-nin indiki zaman və keçmiş zaman formasında been işləmir. Sadəcə been bitmişlərə aiddir. Düzgün variant kimi A-nı götürürük. B-də indiki bitmişdir. Yanlışdır. Həm də məhsul olsa belə has been-lə verilməlidir. Həm də ki bizim cümləmizlə heç bir adiyyəti yoxdur. C variantı indiki zamanın məhsuludur. D variantı əgər biz mübtədanı atmışdıqsa, burada mübtəda yerində qalıb yanlışdır. E variantında da bin işləndiyinə görə yanlışdır. Düzgün variant A variantı. 25-ci sualda isə sinonimlər cütlüyünü axtarmalıyıq. Correct, true, düzgün, deməli doğru, true, doğru, 1 doğrudur. 2-də empty, crowded, boş, doludur. 3-də fərqli, eynidir. 4-də elegant, zərif, attraktiv, cəlbedici. Hər ikisi bir-birinə uyğundur. Cəlbedici 1, 4. Deməli, düzgün variantımız 25-də oldu 1, 4.